studiyamızda qonaqla davam edəcəyik. Bugün Xəbərin Olsunun qonağı Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov bizimlədir. Eyüp mənim, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Xeyir olsun. Sizi yenidən görmək xoşdur. Buyurun, sağ olun. Eyüp müəllim, biz son günlərdə bizə gələn, qaynar xəttimizə gələn şikayətlər əsasında istədik sizi də çağıraq və bu mövzu ətrafında söhbət edək. Biraz da izləyicilərimizi maarifləndirəsiniz ki, nəyi necə etməlidirlər. Son günlər piştaxtalarda kərə yağlarının sayı durmadan artır. Yəni çeşid çoxdur. Bu yaxşıdır. Bu yaxşı halda mı, pis halda mı biz biraz onu bilmirik. Çünki Eyüp müəllim, zaman-zaman onların doğrudan da mı kərə yağdır? Çünki bəzən izləyicilərimiz bizə hətta deyək ki, görüntülər atırlar, şikayətlərini yazdılar ki, kərə yağı adı ilə aldıq, amma kərə yağı deyil. Qiymət yetəri qədər. İndi biz reklam olmasın deyə bəzi kərə yağlarının adını çəkməyəcəm, amma məsəl üçün məşhur, hətta bizim piştaxtalarda uzun illərdə gördüyümüz kərə yağlar var ki, və yaxud deyirlər ki, artıq keyfiyyəti o deyil. Yəni, əvvəl alırdıq, istifadə edirdik, yetəri qədər də qiyməti yüksəkdir, amma bugün istifadə edirik ki, o deyil. Yəni, bu tam təbii kərə yağı deyil. Bax, ümumiyyətlə, biz bu halları necə qarşısını ala bilərik? İstehlakçılar bu məsələ ilə bağlı nə etməlidirlər ki, aldanmasınlar? Kərə yağları ilə bağlı hər gün demək olar ki, istehlakçılardan Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur. Qiyməti ilə, necə seçilməsi ilə, hansı ölkədən gəlməsi ilə və s. Dediyiniz o piştaxta məsələlərinə dönsək, hansı piştaxta? Piştaxta ciddi marketlər şəbəkəsi, piştaxta ara marketlər və yaxud məhəllə marketlər piştaxtası, piştaxta bazarların piştaxtası. Buradakı satılan malların, o cümlədən kərə yağlarının spektri, palitrası da dəyişir. Ciddi marketlərə, yəni marketlər şəbəkəsinin bütün mallarına Qida Təhlükəsizliyi Agentliyi kifayət qədər nəzarət edir və onların yoxlamasından keçməyən heç bir mal bu şəbəkələrə daxil olmur. Lakin təbii olaraq istehlakçılar o kənd malları satılan, daha ekoloji təmiz mallar olan, yəni az kimyalaşmış mallar olan ara marketlərə, məhəllə marketlərə və bazarlara da üst tuturlar. Çox təəssüflər olsun ki, burada ekoloji təmiz mallarla bərabər, necə deyərlər, saxta və yaxud təmiz kərə yağı olmayan kərə yağları da satılır. Çox təəssüflər olsun ki, və bunlar bəzən nənəmin nehrəsi, nənəmin yağı, üstündə adamların əl izləri, nənənin güyəl izləri olan yumrulanmış ağ şəkildə bu yağların əksəriyyəti margarinlərlə qarışdırılmış, sanki kərə yağını imitasiya edən yağlar da xeyli ucuz qiymətdə satılır. Əlbəttə, biz Azad İstehlakçılar Birliyi olaraq tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. Lakin ən çox təsadüf olunan və təmiz kərə yağı olmayan mallara biz bazarlarda və həmin məhəllə marketlərində rast oluruq. Onu da qeyd etdim ki, ciddi qeyd etdiyim kimi supermarketlər heç də xali deyil bu problemdən. Orada da bəzən malların markalanmasında elə işlər görür ki, biznesmenlər, istehsalçılar, istehlakçılar aldadılırlar. Məsəl üçün, malın üzərinə inək şəkili qoyulur, yazılır natural masla, nə bilim, təmiz yağ və məsuliyyətdən qaçmaq üçün haradasa kiçik hərflərlə yazır ki, spiret yağdır, margarinlər var onun tərkibində və s. Mən onun nümunələrini də bura gətirmişəm. İstehlakçılar artıq, necə deyərlər, biraz ayrılıblar, yəni ciddi marketlərdə olan hallardan mən danışıram. Belə hallarda istehlakçılar bir diqqətlə oxumalıdırlar o yazıları və s. Və marketə girdikdə əgər bükülmüş, yəni etiketi olan yağ seçmək istəyirlərsə, məsləhət görürəm ki, sıxsınlar yağı. Sıxsınlar, hansı əlinə daha bərk gəlsə, o daha çox kərə yağıdır. Kərə yağı bərk olur, yəni eyni bir temperaturda olan spiret yağdan bərk olur. Onu kəsəndə parçalanır, tökülür, səlis kəsilmir, bir cinsli olur və belə, yəni vizual olaraq əllə hiss edilən dərəcədə belə seçmək olar. Eləcə də etiketi olmayan kərə yağlar da satılır. Belə halda da yenə də onun kəsilməsindən fikir versinlər və s. Qiymətlər müxtəlifdir, çeşid də müxtəlifdir, çox yaxşı haldır. Qeyd edim ki, son illər uzaq ölkələrdən, o cümlədən Yeni Zelandiyadan, Almaniyadan və s. ölkələrdən də yağlar gətirilir və xüsusən xarici, bax bu adını çəkdiyim ölkələrdən gətirilən yağlar daha keyfiyyətlidir.
Bir sözlə o ara marketlərdən yağlara aldanmasınlar, nənəmin yağı və s. Onun hazırlanması texnologiyası barədə Azad İstehlakçılar Birliyi dəfələrlə məlumat veribdir. O üstü-üstüdə margarinlərin qarışdırılması, qaynadılması, sonra hamalizator cihazına tökülüb, təzədən onun bir cisli maya çevrilib, təzədən qaymaq alınması və ondan sonra yağ alınması kimi bir alqoritmdən keçir. Məsəl üçün, bura mən bir nümunə də gətirmişəm. Bax, bu qaymaq da o cür hazırlanıb, ara marketlərdə satılır. Yəni, onun üzərində hər hansı bir... Təbii qaymaqla əlaqəsi yoxdur. Lakin margarinlərdən hazırlanmış bir ağ, necə deyərlər, qaymağa oxşar bir şeydir. Əhali alırlar, deyirlər ki, kənd malıdır. Bir sözlə qısa demək istəyirəm ki, kənd mallarının çoxusu əlbəttə ekoloji təmizdir. Lakin çox təəssüflər olsun ki, kənd malları satan dükanlara çıxarılan mallarda xüsusən yağ, qaymaq sektorunda böyük problemlər yaşanır. Yəni, həqiqətən də kənd məhsuludur, bir ona diqqət yetirmək lazımdır. Bax, Eyüp müəllim, elə kənd məhsullarından danışmışkən, kənd toyuqları adı ilə də bugün biz piştaxtalarda çox görürük. Siz doğru qeyd etdiniz, bəzən insanlarda belə bir yanaşma var da, biz böyük marketlər şəbəkəsindən yox, ara marketlərdən, məhəllələrdə qoyulan piştaxtalardan alınan kənd məhsulları sanki daha təbii gəlir insana, amma bu halda da istehlakçılar aldadırlar. Bəli, çox təəssüf ki, bəli, kənd məhsul adı altında elə kənddə hazırlanan bəzi mallarla və yaxud o aralıqdakı o alverçilərini istehlakçı aldadırlar. Məsəl üçün, uzun müddətdir ki, telefon zəhləri gəlir ki, 3-10 manat olan toyuqlar satılır, kənd toyuqları altında, adı altında və s. İlk baxışda, əlbəttə bu da ciddi marketlər şəbəkəsində satılmır, ara marketlərdə və yaxud metro çıxışlarında satılır və öyrənir ki, bəli, bu xarici ölkədən də gətirilir bu. Anaç toyuqlardır, yumurtadan kəsilir, sonra onun ətin çıxarılır bu cür kənd toyuğu adı altında satılmasına. Müəyyən rənglər də vurulur hətta. Bəli, orada çoxlu işlər də görür, çox təəssüflər olsun. Ona görə də istehlakçılar biraz fəal olmalıdırlar. Qida Təhlükəsi Agentliyinə fəal əlaqə saxlamalıdırlar. Çox təəssüflər olsun ki, Qida Təhlükəsi Agentliyi əhatə edə bilmir bazarın bütün segmentlərini. Belə hallar rast olanda, yəni xoşa gəlməz hallar rast olanda istehlakçılar 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm. Siz doğru buyurdunuz. Yəni, ümumiyyətlə, bu elə bir məsələdir ki, burada hər kəs məsuliyyətli olmalıdır və ötəmizə düşəni də etməliyik. Yəni, mən aldım pislik, kənara attımla deyil. Yəni, siz bu halla yenidən qarşılaşa bilərsiniz. Deyək ki, siz bu halın oxudunuz, üzərində gördünüz ki, bu məhsulda istehlakçını aldadırlar. Ən azı məlumat verə bilərsiniz ki, sizin kimi diqqətli olmayan digər alıcılar da alınmasın. Vətəndaş məsuliyyəti deyirik də biz burada. Yəni, istehlakçılarımızın özləri də diqqətli maksimum olmalıdır. Bəli, həm də o yana atmasınlar. O malı onların ərzaq mallarında qaytarılan mallar siyasındadır. Qaytarılan, dəyişdirilən mallar siyasındadır. Aldıqları yerə qaytarsınlar, iradlarını bildirsinlər və dövlət orqanlara məlumat vermələrini tövsiyə edirəm. Eyüp müəllim, qeyri-qida məhsulları ilə bağlı da bazarlarda vəziyyət bugün çox da ürək açan deyil. Yəni, xüsusən də biz kimyəvi məhsullar, texnikalar və s. Bunlarla bağlı hansı şikayətlər sizə daxil olur? Bəli, qeyri-ərzaq mallarından həddindən artıq şikayətlər daxil olur. Burada da öne çıxan əsas məsələ mürəkkəb texniki cihazlardır, mobil telefonlardır, kompüterlər, paltaryon maşınlar, blenderlər və s. Və çox sayılı firmalar var, bunun satışı ilə məşğul olur və orada da öndə gedən istehlakçıları aldatmaqda birinci yerdə duran firmalar var. Mən dəfələrlə barədə pressada demişəm. Bu efirdə onlara hörmət əlamatı olaraq adlarını çəkmirik. Demirik, ancaq özləri yığışdırsınlar. Belə yaşamaq, belə pul qazanmaq olmaz. Pulunu vermənə itil cəhənnəmə prinsipini işləyirlər. Agresiv reklam gedir, bütün vasitələrlə istehlakçı girdi içəri, satıldı ona saxta mal, çıxdı, getdi istehlakçı gördü işləmir mal, geri qaytarmaq mümkün olmur. Baxmayaraq dövlətin qanunları var və s. Bütün bunların da ümumilikdə səbəbi nə üçün belədir vəziyyət, nə üçün istehlakçılıqlar belə pozulur? Azərbaycan hökuməti biznes qurumlar üçün son dərəcə rahat bir şərait yaradıbdır. Son dərəcə, heç bir ölkədə olmayan rahat bir şərait var. Lakin biznes qurumları dövlətin bu jestin bu işini qiymətləndirmirlər. Onlar istehlakçı... Sui-istifadə halları. Tam sui-istifadə edirlər. Elə sui-istifadə demişkən, marketlərdə, taxçalardakı qiymətlərin aşağı olması, çıxanda yuxarı olması da
Bu da həmin o sui-istifadə və yaxud süni qiymət artımı demək olar. Eyüp, mən, Çox geniş yayılmış bir problemdir. Siz elə qeyd etdiniz, yadıma düşdü. Bizə də bununla bağlı şikayətlər gəlmişdi ki, endirim adı ilə deyək ki, etiketlər vurulur. Biz o sarı etiketləri qaldırıb baxırıq ki, əslində ki, elə altındakı da həmən qiymət. Yəni, heç bir endirim yoxdur, sadəcə o sarı etiketlərlə, endirim adı ilə, necə deyirlər, fake, yalan endirim görüntüsü yaradaraq insanları da aldadılar. Və yaxud da qeyd etdiyiniz kimi, o zaman bu cür şikayətlər bizə də gəlir ki, məhsulun baxırıq, vitrində tamam başqa bir qiymətdir. Gedirik, kassada vururlar, başqa bir qiymət. Bağışlayın, bu endirim müddəti bitib və yaxud bunun ona aidiyyatı yoxdur. Amma bu halda istehlakçının hüququ nədir, nə etməlidir? Çünki o, oradakı qiymətə inanır və ona görə kassaya gəlir. Əgər biz ərzaq malları şəbəkəsinə baxsaq, bu nöqteyi nəzərdən, bu halda yəni, taxçada qiymətin aşağı olması, çıxanda skaner oxuyanda qiymətin yuxarı olması və s. Belə halda istehlakçının hərəkət alqoritmi belə olmalıdır. İstehlakçı o səbrlə pulun verib çek almalıdır. Aldadılmış qiymətdən çek alsın əlinə, şəklini çəksin telefonunda, qayıtsın dükanın içərisinə, orada malın şəklini çəksin. Ondan sonra 2 fakt əlində olundan sonra istəyərsə yerində həll etsin, dükkanın müdiriyyətini çağırsın və istehlakçının hüququ var ki, taxçada hansı qiyməti görürsə onunla pulunu versin. Bizim belə bir hüququmuz var, yəni taxçada gördüyümüz qiymətlə almalıyıq. Və belə halda dərhal ola heç bir mübahisə etmədən bağışlayın, yadımızdan çıxıbdır, falan bir qayda olaraq belə deyirlər, istehlakçıya o fərqi verəcəklər. Lakin istehlakçı daha böyük vətəndaşlıq mövqeyi göstərmək istəyirsə, dayanmasın, 2 fakt əlində cəmləşdirəndən sonra dövlət orqanına, yəni prezident yanında Antinsar və Bazar Nəzarət Dövlət Agentliyinə rəsmi məlumat versin ki, həmin yerdə yoxlama olsun. Bu çox geniş yayılmış bir məsələdir. Üstəlik kartla ödəyəndə istehlakçılar çox diqqətli olsunlar. Bəzən almadıqları malı yazırlar. Bəzən, məsəl üçün, mənə gələn şikayətləri xatırlayıram bir-bir. Qabıqlı qoz alıbdır, qoz ləpəsinin qiymətini yazıblar. 86 qəpiyə badımcan alıbdır, eksotik bir meyvənin qiymətini yazıblar, 36 manat və s. Və üstəlik Azad İstehlakçılar Birliyinə bu sahədə, yəni bu qiymət aldatmasından gələn şikayətləri ümləşdirsək bir nəticəyə gəlibdir bizdə. Bəzən almadığı malı da yazırlar ora. Xüsusən də çox üzrəməyib, o siyahı ki, biraz çox məhsul alanda o araya salırlar. Bəli, təxminən Azərbaycan istehlakçıları bir ildə almadıqları mal üçün 500 milyon manat pul ödəyirlər. 500 milyon manat. Təsəvvür edin, almadığımız mal üçün ölkəmizdə 500 milyon. Bəli, ona görə istehlakçı tələsməsin, mütləq kassa qarşısında çekə baxsın, telefondakı SMS-ə baxsın, görsün SMS-lə kassa çeki düz gəlir, gəlmir. Bu kimi problem var və üstəlik mağazaların içərisində bəzən meyvə tərəvəz satılan yer ayrı olur, o qiyməti onlar vururlar. Orada da bayaq dediyim kimi badımcanın yerinə 36 manat bir eksotik meyvənin qiymətini yazırlar və s. Orada da çox diqqətli olmaq lazımdır. Bunun da hamısı ondan irəli gəlir ki, bayaq dediyim məsələ, hökumətin yaratdığı rahat şəraitdən biznes qurumları sui-istifadə edirlər. Yəni, belə olmasın. Eyüp müəllim, təşəkkür edirik və bir daha da izləyicilərimizə deyirik ki, bu cür hallarla qarşılaşdıqda, yəni deyək ki, siz daha diqqətli olub məhsulların üzərinə mütləq şəkildə, yəni çeşid çox da Eyüp müəllim də qeyd etdiyi kimi, bu bir tərəfdən yaxşıdır ki, rəqabətlik artırır, qiymət baxımından daha alternativ qiymətləri biz tapa bilirik, amma paralel olaraq da eyni zamanda bu bizim daha aldanmağımıza da gətirib çıxara bilər. Ona görə də tələsmirsiniz, mütləq şəkildə etiketlərini oxuyun və bu cür hallarla rastlaşdıqda isə Eyüp müəllimin dediyi kimi mütləq şəkildə Azad İstehlakçılar Birliyinə və buyur, mobil telefonda deyil. Əgər ərzaq sahəsində problemlə üzləşiblərsə, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə, sənaye malları, xidmət sahəsində, restoranlarda və s. yerlərdə problemlə üzləşiblərsə, Prezident yanında Antinsar və Bazara Nəzarət Dövlət Agentliyinin 012 599 76 00 telefonu ilə dövlət orqanlarına məlumat versinlər, bir vətəndaşlıq mövqeyi göstərib bu kimi halların qarşısını almaqda kömək etsinlər. Təşəkkür edirik Eyüp müəllim, çox sağ olun. Hörmətli izləyicilərimiz, xatırladım ki, bugün studiyamızın qonağı Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov idi.